Salam, hər vaxtınız xeyir olsun, hörmətli dostlar. Bir neçə vaxtı biraz məndə, necə deyərlər, istirahət idi. Başqa işlərlə məşğul idim, efirə çox çıxmırdım. Bugünkü mənim mövzum birinci Azərbaycan səfirinin kimliyi haqqında sizə nəzər-üzə bir neçə məqamları çatdıracağım. Və ikinci mövzumuz bizim qaziyə Rusiyada kömək olunması haqqında sizə məlumat verəcəm. Hörmətli yoldaşlar, əvvəlcə mən sizə Rəhman Mustafayev haqqında bir məlumat verim. Bu çünki çox maraqlı bir mövzudur. Rəhman Mustafayev, bəli, papasının, mamasının gül balası 86-cı ildə atasının, yəni Xaricilər Nazirliyinin göndərişi ilə vaxtında problemi göndərdin, səni institutda götürürdülər. Yəni belə bir çətin döydü o, MİQMO deyilən, yəni beynəlxalq əlaqələr institutuna. Yoldaşlar, bu adam institut qutarandan sonra mən bunu 20 yanvar hadisəsindən, yəni o qeyd var da, davamlı olaraq keçmiş Milli Məclisin, Azərbaycan Milli Məclisin millət vəkili Zibadov və indiki bu dırnaqarası qəhrəman Əli Həsənovla bir yerdə görərdim. Bir müddət bunlar burada bir yerdə gəzərdilər, apşinlər olardı. Çünki onlar da burada aspiranturada oxuyurdular, Zibadov və Əli Həsənov. Zibadov bildiyim qədər qaçıb axtarışdadır. Əli Həsənovun da bu günləri Ramiz Mehdiyevlə əlaqəli bir çox işləri var. Yoldaşlar, bu Rəhman Mustafayev istər Avropada, Hollandiyada, başqa ölkələrdə olarkən, indiki bu qalmaqallı Əli Həsənovun, Ramiz Mehdiyevin orada mülklərinin alınmağında, tapılmağında çox-çox vasitəçilik olub. Və bunun fəaliyyəti ilə Hollandiyadan, Fransadan o ölkələrdə də həmin bu adı çəkilən Ramiz Mehdiyevlə Əli Həsənovun orada mülklərinin, o pullarının yerləşdirməsində çox-çox kömək olub. Sizin nəzərinizə çatdırım ki, bunun səfir göndərilməyində də Ramiz Mehdiyevin və Əli Həsənovun birbaşa köməkliyi olub. Çünki o nə idi? Bir arıq uşaq idi. Onun indi də baxırsan yeriyəndə o Sahil Babayevin bir heyvan paylayır, inək paylayır. Bir də görürsən yeriyə bilmir, söykənə-söykənə. Bu da elə söykənə-söykənə yeriyir, bədbaxt olur. Bunu birdən-birə səfir göndərilməyi elə çox müəmmalı qaldı. Yoldaşlar, Rəhman Mustafayevin Əli Həsənovla və nə qədər yaxın olmağın mən dəqiq bilirəm. İndi bu çox diplomatlar haqqında məlumatlar verilir, ancaq bunun birinci növbədə Əli Həsənovla necə səfir təyin olunmağında da bunun böyük bir tarixi var. Çünki o Xaricilər Nazirliyində çalışan Rəhman Mustafayevin atası da Ramiz Mehdiyevlə Əli Həsənovla çox yaxınlıqları olub. Bunlar bir, necə deyirlər, bir komanda olub, bu komanda ilə də hərəkət ediblər. Bu bir ara bura gəldi, burada da yenə də Ramiz Mehdiyevlə Əli Həsənovun burada göstərişlərin yerinə yetirirdi. Hələ səfir təyin olunmaqdan mən 97-ci ilin 98-dən danışıram. Sonra təzədən ora qayıtdı, buradan yenə bura qayıtdı, bir 2 il işlədi təkrar. Bunu bilirsiniz ki, elə birdən-birə göndərdilər səfir. Bunun heç belə bir diplomatik statusda olmaya. Bu nə idi? Ramiz Mehdiyev Əli Həsənovun köməyi ilə. Və bunun da xaricdə nə qədər bizneslə məşğul olmağın, orada nə qədər mülklərin olmaları da bəllidir. Bu, samballı bir yerdən olan məlumatlardır. İndi gələn mövzularda da bu haqda ola bilər ki, təkrar mənim verilişlərim olsun. Rəhman Mustafayev diplomat yox, gözəl bir biznesmen olub. Hansı ölkədə işləyibsə, orada da bir dəqiq biznesi var, burada da hal-hazırda çalışır. Yaxşı olardı ki, çalışmaq üçün səfirlikdə çalışsın, səfirlikdə olan o biabırçılıqlardan. Çünki orada növbədən tutmuş, ondan o dəvət, ora kimi dəvət eləmək üçün hamısı satılır. Düz, bilirsiniz ki, orada yoldaşlar bu bəzi arayışlar, yəni spravkalar orada əməlli başlı bazar şəklində satılır. Səfirliyimiz
Allah göstərməsin, korrupsiya Rusiyada birinci yerdədir. İnsana qarşı rəftar, onların hamısı yəni ən aşağı səviyyədə. Buralarda bir Zimbabwe, Mozambik səfirini taparsan, bəlkə orada olur. Kongolarda bir də görsən növbə olur. Bunun da səbəbini yaradan çünki Rəhman Mustafayev də necə işləyib Polad Bülbüloğlu ilə indi də bu işin davam eləyir. Mən onun haqqında da çox şeylər bilirəm, çünki onun Əli Həsənovla, İdris Ziyabadovun nə qədər yaxınlığını mən dəqiqliklə sizin nəzərinizə çatdırıram. Yəni yalan söhbət yoxdur burada. Yoldaşlar, ikinci bir mövzum bizim qazimiz 1994-cü təvəllüdlü Əsgərov Vüqar Əlioğlu, 2-ci Qarabağ müharibəsi əlli gözündən müalicə üçün bizim Rostovda, Rostov Azərbaycanlılar Birliyi, yəni DON, Azərbaycan Birliyi sədri Ruslan Qəmbərova müraciət edir. Sağ olsun Ruslan Qəmbərov da bunu çox gözəl bir şəkildə təşkil edir. Bütün Rusiyada qadınlar cəmiyyəti, yəni bizim bilirsiniz qadınlar cəmiyyəti ancaq WhatsApp qruplardadır. Başda Yaroslavlda Xatirə Qəmbərov olmaq şərti ilə Moskvada Leyla Fərəcova və ən önəmlisi Rəna xanım Ufa şəhərində bunun göz əməliyyatını təşkil edirlər. Həqiqətən əməliyyat çox gözəl keçir. Hal-hazırda yoldaşımızın, yəni bizim bu Vüqar balamızın gözü 90% artıq düzəlib. Yəni görmə qabiliyyəti tam öz yerinə yetirilib. Yoldaşlar, həqiqətən belə işdə görəndə mən yaxşını da deyirəm, pisi də deyirəm yəni. İndi Ruslan Qəmbərov gənc olmağına baxmayaraq orada çox işlər görür, soydaşlarımızın problemləri ilə maraqlanır. Yəni azdır belə bir diaspor rəhbərləri, amma diaspor rəhbərləri elə necə bizim səfirlikdir, elə də bizim diaspor rəhbərləri deyil. Balıq başdan eylənər də bilirsiniz. Bunlar işləri gücləri ancaq allatmaq, ondan satmaq, alver. İndi mən burada bir daha bu Vüqar balamızın əməliyyatında iştirak edən bütün xanımlara, dostlara, qardaşlara təşəkkür edirəm. Çox sağ olsunlar. Bu özü bir böyük bir iş idi. Yəni Ufa şəhərində o klinikada Rəna xanımın bunu təşkil eləməyi də tam yerinə düşdü. Bir daha çox sağ olun. Bizim qeyrətli xanımlarımız, başda Xatirə xanım Qəmbərova, Yaroslavdan olmaq şərti ilə Moskvada, başqa şəhərlərdə, yəni burada mən indi valla açığın sizə deyim ki, burada bir çox yoldaşlar da kömək eləyib burada. Sağ olsun Həkim Moldaşev, buna mən öz adımdan təşəkkür eləyirəm. Ondan sonra mən burada sizin nəzərinizə çatdırım. Kırım Qadınlar Birliyi rəhbəri Qızğay xanım Qədirova, Moskvadan Ülviyə Gündüzovna, Sankt-Peterburgdan Kemerova, Kazan, Tataristan, Krasnoyarsk, Moskvadan Zaur Vəliyevin dəstəyi və təşkilatçılığı ilə Kislovodsk şəhər Milli Mədəni Muxtariyyətinin rəhbəri həmişəki kimi bizim ağsaqqalımız Asif Musayevin dəstəyi ilə bu əməliyyat baş tutub. Çox sağ olun. Rus demişdən Niski Paklon. Təşəkkür edirəm sizə. Belə işlərə görə Allah sizdən razı olsun yoldaşlar. Verilişə baxıb xahiş edirəm. Abunə olun və dəstək olun. Paylaşın bu verilişimizi.